Bucağın tənbələn nəyə deyilir Emil? Bucağın tənbəli, bucağın tənbəli nöqtəsindən çıxar. Və onu bucağa. Bucağın tənbələn deyilir. Aha. Bəs qonşu bucaqlar nəyə deyilir? Qonşu bucaqlar biri ortaq. Ortağı göstər Emil. Biri ortağı, digəri düz xətt əmələ gətirən bucağa qonşu bucaqlar deyilir. Emil, orada sənə bucaq çəkmişəm. Orada da adlandırmışıq. Burada adı silinib biraz. Onu düzəlt. M yazmalıydıq orada. Emin ayağı silinib. Aha. İndi bucaq MON bərabər görürsən düz xətt açıq bucaqdır da 180 dərəcədir. MON bərabərdir 180 dərəcə. Hansı bucağın dərəcəsi verilib? Ümumilikdə bilirik ki, açıq bucaqda 180 dərəcədir. KON bərabər yazırıq bucaq K Emil K bərabər neçə dərəcədir Emil? Bərabər 132 dərəcə. 132 dərəcə. İndi biz nəyə tapmalıyıq? MOK-nı tapmalıyıq. Necə tapacağıq? Ümumilikdə bilirik ki, bucaq 180 dərəcəli bucaqdır. Nə edəcəyik? Deməli, 180 dərəcədən Emil. Bucağı sil. Dərəcədən çıxacağıq. Aha, bucağı sil oradan. Emil, 180 dərəcə. Deməli, hansı bucaq oldu 48 dərəcə? Yazırıq. Bucaq MOK K bərabərdir 48 dərəcə. Konkurent bucaqlar nəyə deyilir Emil? Konkurent bucaqlar var bir-birini. Dərəcə ölçüləri bir-birinə bərabər olan bucaqlara konkurent deyilir. Dərəcə ölçüləri bir-birinə bərabər olan bucaqlara konkurent deyilir.